Neyi gözlüyorlar? Bu yok ikinci şeyler var. Şans verin. Yok boya. Bu çiyədir də. Bəli, Bu da qatıq. bəli. Bu da zoğal turşusu. Maşallah. Bəli, hörmətli tamaşaçılarımız, kətələrimiz də gəldi. Niyaməddin bəy çox sağ olsun, əziyyət çəkib. Siz sağ olun bunu. İndi mən bunun içinə çiyədən qoya bilərəm. Pol, çiyədir. Qarabağlı qaymaq Maşallah. deyirik də biz. Bu hara çiyəsidir belə? Elə Ballıcanın. Ballıcanın özünün Hə. çiyəsidir. İndi operatorumuz yaxından çəksə, Kamil qardaşımız var, onun təsərrüfatının məhsuludur. maşallah, maşallah. Sağ ol. Özdə isti-isti, elə ocaqdan götürülüb, gətirilib, maşallah. Əziyyət çəkdim bugün, xeyla. Xoşdur müəllim, əziyyət deyil, xoşdur bizim üçün. Allah köməyin olsun. Sizlər əziyyət çəkirsin. Baxın, Qardaş. bax belə xidməti, hörmətli tamaşaçılar, gəlin, burada görün, həqiqətən də. Yolunuz Xocalıya, Ballıcıya düşsək, hökmən məhz Kosalar Kənd Məhsulları kafesinə gəlin. Burada yüksək səviyyədə xidmət. Baxın, bizim kətəmiz, çiyəsi, sonra qaymaqlı qatığı, ayranımız, çayımız, yəni həqiqətən də yüksək səviyyədə xidmət olunur Niyaməddin bəyin gözəl kafesində. Gələndə mütləq bura gəlin, bu kətənin dadına baxın. Yemişik. Allah razı olsun. Sizlər sağ olun müəllim. Çox gözəl. Təşəkkür Buranın edirəm. havası elədir ki, çox sərindir. Baxmayaraq ki, yaydı, amma hava küləkli, çox gözəldir. Elə belə yayın istisində gəlib belə sərin yeri tapanda insan istəyir ki, bax belə təamlardan datsın. Çünki bura gələndə adam iştahlanır. Elə Yox, deyil. müəllim, mənzərəyə baxanda Hə. deyə bir 100 metr belə aşağıdan çay axır da, bax o dərədən belə çay axır. Çayın sərinliyi, səsi, təbiətin sünkar gözəlliyi, nə desən də. Elə bu mənzərəyə qarşı da insan necə iştahlanmaz? Vallahi. Bu gözəl kətəni yemək. Təbiətin üstündən inşallah müəllim. Allah sizi kimi qardaşları var eləsin. Gələn Allah sizə də qardaşlar, dostlar Uzun çoxdur. ömür versin. Sizlər sağ olun müəllim. Dəyərli insanlarımız çoxdur. Gəlib burada təamlardan dad edirlər. İstirahət edir. Bəli, çox. Maşallah. Gör necə Turlar gözəl gəlir. sərindir. Orxan müəllim, Allah yaxşı şey görürsən bir də ekaruslarla o Hı-hı. başqa rayonlardan tur təşkil edirlər, gəlib qonağım olurlar. Ha. Adətən buranın məsələ deyək də axşam sərini. Axşam sərini daha çox. Bu da Hələ heç bax vaxt ki- saat Hə, 12-yə qalır. Bəli. Hələ gün ortadır da. Şükür. Çox şükür. Təsəvvür elə axşamı necə soyuqdur. Hələ Hə. indi belə sərinlikdir. Gör Hə, axşam. axşamın tacı Heç buranın yaydan xəbəri yoxdur Yox, deyərdim mən- ki. biz heç demiyorlar ki, isti görmürük. Ha, maşallah olsun. Maşallah olsun. bəli. Özdə o balkon var idi ha. Yuxarıdakı o balkon. Onun nə desən. Elə orada bir kravat qoyub yatmaq və nə desən. nə ditilisi, ağza qanadı, Yox, yox, heç burada heç heç həşəratı yox. Heç Maşallah olsun. təbiət. Hökmən ki, hörmətli tamaşaçılar, yolunuz Xocalıya düşəndə Ballıca kəndinə gəlin. Bəs bu gözəl təamlardan dadın. Elə Ballıca da istirahətinizi edin. Doğrudan da bura möhtəşəmdir. Hörmətli tamaşaçılar, bu günləri Xocalının Ballıca kəndində Niyaməddin Ağayevin evində qonaq olduq. Doğrudan da mən çox sevindim ki, belə gözəl nur üzlü qardaşımızın evində Çox sağ qonaq olun. olduq. Allah səndən razı olsun. Çox da gözəl süfrə açdı, bizi qonaq elədi öz ailə biznesində. Kənd məhsulları, Kosalar Kənd Məhsulları kafesində
Sizin də yolunuz düşəndə hökmən ki, məhz bu gözəl təbiətin qoynunda yerləşən Ballıca kəndinə gözləyirik. Hər biriniz ayaq saxlayıb yolunuzu məhz bu kafedən salın, gözəl təamlardan dadın. Mən sizə təşəkkür edirəm Niyaməddin bəy. Allah köməyiniz olsun. Çox da gözəl qarşıladınız. Allah canınıza Var olun. sağlıq versin. Allah ruzinizi başınızdan töysün inşallah. Çox sağ olun əziz Hər şeyə qardaşlar. görə çox sağ olun. Siz sağ olun. Şad oldum ki, mən də sizi kimi dəyərli qardaşlarla tanış oldum. Allah Mənim razı üçün olsun. xoş düşün, zəhmətinizi halal elən. Halal xoş Əziyyət olsun. çəkib gəlmisiniz. Nə vaxta gəlsəniz Borcumuz gözünüzdə var. yeriniz var. Çox Sağ sağ olun. olun mənim. İnşallah tez-tez gələcəyik. İnşallah qardaş. Sağ olun. Növbəti dayanacağımız isə Xanyurdu kəndi olacaq. Oradan gözəl reportajla yenə də mən bloger Orxan Şirinli qarşınızda olacağam. Sağ olun, salamat qalın. Sağ olun.